Salam dostlar, sağlam qidalanma mövzusunda çox məşhur olan bir sual da var, hansını bu sabah cavablamaq istəyirəm. Necə övladlarımızı çirkli məhsullardan qorumaq olar? Bu sualı özüm də tez-tez eşidirəm və bəzən mənə elə gəlir ki, valideynlər öz sağlamlıqlarından daha çox övladlarının sağlamlığı haqqında narahatdılar. Halbuki əslində ikincisi birincisindən doğan bir nəticədir. Və bununla bağlı mənim bir qeydlərim var. Hansını öz Instagramımda paylaşmışdım və bu videoda onu sizə oxumaq istəyirəm. Demək, necə övladını zərərli məhsullardan qorumaq olar? Birincisi, nümunə ol, öz üzərində işlə. Süfrədə daimi meyvə tərəvəzlər, evə gələn məhsulların üstünlüyü də həmçinin onlar olmalıdır. Rejim, pəhriz, fiziki aktivlik, sevgi, hörmət, güvən, sağlam övladın evdə gördüyü əsas bunlar olmalıdır. Çünki uşaqlar nəticədir. Fərqli nəticə üçün kök səbəbləri dəyişmək gərəkir. Bunun üçün isə fərqli yanaşma və əməllər tələb olunur. Və özün istifadə etdiyin çirkli vərdişləri övladına qadağa edə bilməzsən. Heç özünü yorma. Bunun axırı zərərli məhsulların təsirindən daha betər bitəcək. Və unutma, özü inkişaf etməyən, başa düşməyən, daimi qadağalar qoymağa çalışan birisinə heç kim oxşamaq istəməz. İkincisi, yenə də nümunə ol, öz üzərində işlə. Ailədə söz bir olmalıdır. Aura, enerji, münasibətlər məsələsi. Uşağın sağlamlıq durumu ailənin immunitetinin göstəricisidir. Əgər müəyyən səbəblərə görə nənə, baba və sair qohumların təzyiqi altında övladına zərərli məhsullar verilirsə, qorumağa fiziki olaraq gücün çatmırsa, bunun özü də növbəti addım atmaq üçün bir işarədir. Separasiya daha böyümüş, inkişaf etmiş, məsuliyyətli həyat üçün mütləqdir. Bərk və sağlam ailənin öz alanı, dəyər və prinsipləri olmalıdır. Və nə vaxtsa yeni qida tərzimiz bu addımı atmağa bizi məcbur etdi və bunun üçün hər kəsə sonsuz minnətdaram. Başqalarını dəyişməyə çalışma, öz həyatını qur, yarat. Üçüncüsü, nümunə ol, öz üzərində işlə. Bir daha. Qohum əqrabadan qaçmağı bacarsan da, ümumi dünyadan qaça bilmərsən və ya nə vaxtadək bu oyunu oynamağa çalışacaqsan. Daha diqqətli olsan, həyat səni bəyənmədiyin bir şeyləri qəbul etməyə öyrədir. Burada səndən başqa da insanlar var və hər birisinin öz adət, düşüncə, vərdişləri vardır. Məsələn, həyat yoldaşının sənin fikrinlə getməməyə haqqı var. Bundan savayı, övladın böyüdükcə onun öz dost, rəfiqələri olacaq. Öz istək, maraq və karması vardır. Ona görə zamanla daha çox sərbəstlik verilməlidir ki, sənə və sənin faydalı həyat tərzinə nifrət və ya protesti yaranmasın. Bu, onun psixoloji sağlamlığı üçün çox önəmlidir. Yəni, qısası əl çək başqalarından, bu sənə lazımdırsa, özün üçün tətbiq et. Özün üçün. Əgər onlar səni dəstəkləmədiyi üçün şikayətlənirsənsə və sanki səndə alınmadığı üçün onları səbəbkar və günahkar çıxarmağa çalışırsansa, demək, hələ tam böyüyür, məsuliyyətli həyatı seçməmisən. İkinci bölməni bir daha oxu, bir daha dinlə. Postscriptum. Sən bu həyata gəlmisən özünün inkişafı üçün və əslində sən öyrətmirsən, öyrədilirsən. Əsasən də valideyn, qohum əqraba, dost tanış, həyat yoldaşı və məhz övladların tərəfindən. Hamını dəyişməyə enerjin yetməz, amma özünü dəyişdirdikcə hamıya təsir göstərə bilərsən. Unutma. Bəlkə bütün bunların hamısı öz inkişaf yolunda elə sənin dərslərindir. Bax, mənim bu sualla bağlı
Cavabım budur. Odur ki, nümunə ol, öz üzərində işlə, əsası budur. Belə. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Yenə də hər hansısa bir sualınız, adekvat olan bir sualınız yaranarsa, böyük məmnuniyyətlə onu cavablayaram. Sağ olun, salamat qalasınız, özünüzə yaxşı baxın. Özünüzə.